Binəqədi rayon Azadlıq prospektində yerləşən Hollywood restoranda kütləvi dava olub. Bölgə TV Qafqaz İnfoya istinadən xəbər verir ki, hadisə yanvarın 18-də show biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edən Adil adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi rayon polis idarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub. Bilal Əlizadə Starbaku, Burju Baku, Show Baku, Badra Baku, Tempo Klub restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır. Məlumata görə insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adil ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloger Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adilə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər. Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbəli Bölgə TV-yə bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək. Rəna Rövşənqızı, Bölgə TV.